Həmişə kimi möhtəşəm evlərimiz yenə sizin təqdimatınızda. Sağ Buyur olun, qardaş. kanal izləyiniz. Allah bu çəkən qardaşımızın da canı sağ eləsin, arzularımız canı sağ eləsin. Yeni il hər kəsə düşərli, bərəkətli olsun. Belə bir mükəmməl bir mərkəzdə 3 otaqlı evimizə mən sanışıram. Evimiz qismən əşya satılır. Düzdür, kondisionerə qalacaq, 2 dənə kondisioner orada qalacaq. İstəyir ki, bu mətbəx mebeldə qala bilər, yəni qiymətdə razılaşma yoluna, yəni ki, o da alınar. Hamısı təzə alınır, bax, bu görür, bütün mebel hamısı təzə alınır, bax, dənizlərin onu sol tərəfdə görsən, Twistenti, hal-hazırda evimizin qonaq otağındayıq. Evimiz demək ki, ikinci ev kimi istifadə olunur. Yəni, demək ki, yaşayışını görmürsən, bax, beləsən bir gözəl bir şeydə, buna servis qonaqlara da gəlmir. Bu evdə şinyatızda da, ləpəsinin bu evdə qonaqlara demək olar ki, yoxdur, ikinci ev kimi istifadə olunur. Bir daha xatırladım, evin də torban tam ki, sənədləri qaydasındadır. Mərkəzi olan məsafəsi 350 metr məsafədə yerləşir, hörmətli kanalımızın boş adaşlı inşa olunub. Bəşən bahalı üstünlərlə kimi qoyulub, kondisioner bax oradadır. Evimiz ümumiyyətlə 3 otaqdır, zəhmət olmasa. Evimizin giriş səsidir, bax bu gördür, güzgüdür, tam otuzatdır, kombi, nə görürsə qarada deyir. Və burada sağ tərəfimizin mətbəxi, yataq otağı, yataq otağı, solda istiqamətdə olur. Mətbəx mebeli membrandan yığılıb, ən bağlı membrandan yığılıb kanalizasiyanın. Düzdür, burada elektrotavar çıxacaq. Yəni qalan bu stol-stuldur, mebelimiz qalacaq. Kombisinin burada işlək vəziyyətdədir. Elə balaca pətək qoyulur, marşal ev ot kimidir. Qapıların hamısı maşın kaskasından tərs olmuş qapılardır, hörmətli kanalizasiyanımız. Burada sağ tərəfdə uşaqlar üçün nəzərdə tutmuş yataq otağıdır. Pəncərəsinin qarşısını kəsən bir mane yoxdur, birbaşa yola baxır, əsas məsələlərdən sağda, solda, skvazinoyda, sağda pəncərə var, solda pəncərə var. Və buraya isə yataq otağımızdır, böyük yataq otağımız. Və bu yataq otağımız, şifaner yataq otağı, taxmaq, nə gördünüz, hamısı qalmaq şərtilə, kondisioner qalmaq şərtilə. Evimizin qiyməti 73.000 manat. Sözsüz ki, real ağzına gələn endirim olmayacaq. Və burada sonunda isə evimizin sanitər boşantıya görsək, bütün vaxtı görürüz, avadanlıqlar hamısı bahalı avadanlıqlar. Yəni burada bir də ucuz materialını istifadə olunmuyor. Xaziyen deyir ki, yəni mənə pul lazım olduğuna görə satıram. Yəni pul lazım olmasa evdir, gün kimi evdir, durub da ehtiyac olduğundan satır. Pudmanı həyətyan sayısı var, görsən bir dənə həyətyan sayısı. Padvanla girişidir, kombi sistemi, soğuqları, pəncərəli işıqları və həyətyan sayısı hamısı işıqdan tərsiz olunur. Hörmətli kanal izləyicilərimiz, bir daha xatırlayın, evimizin qiyməti 73.000 manata satılır. Qismən əşyalı, istəyir tam əşyalı satılarlar, qiymətlər razılaşma yoluyla. İnşallah ev olmayan insanlar Allah Teala belə gözəl evə qismət etsin.